Rus sektorun valideynlərinin əsas qorxduğu şey nədir? Məsəl üçün, müəllim rus dilini bilir. Müəllim riyaziyyatı bilir, müəllim rus dilini bilmir. Bu nə deməkdir? Sən şagirdin riyaziyyat öyrənir. Riyaziyyat da istənilən dillərdə riyaziyyat. Bu unikdir. Riyaziyyatın özü bir dildir. Valideyn başa düşmür ki, riyaziyyatın özü bir dildir. Əslində bir elm sahəsi kimi yox. Müasir alimlər deyir ki, riyaziyyat daha çox dildir. Simvollardır. Riyaziyyatda nə var? Üstəgəl, çıxma, toplama, vurma, bölmə. Bəli, riyazi terminlər var. Məsəl üçün, hündürlük nədir, tənbölən nədir? Bunlar da bir-iki dənə terminlərdir ki, bunların üstündə fırlanır bütün suallar. Yəni, bunun üçün hər hansı bir riyaziyyat müəlliminin rus dilini bilməsinə və yaxud ingilis dilini bilməsinə ehtiyac yoxdur. Azərbaycanda istənilən müəllim İngilis dilində sərt imtahan da verər, riyaziyyat suallarında da cavab verər. Aşağı yuxarı biraz ingilis dilisi varsa və yaxud da biraz rus dilisi varsa, bütün rus dilində onun riyaziyyat suallarına cavab verəcək. Burada nə var ki? Niyə valideyn problem yaradır? Əksinə, Azərbaycan sektorunda daha güclü riyaziyyat müəllimləri var. Hansı ki, rus dilində, rus sektorunda bu qədər, demirəm orada güclü riyaziyyat müəllimləri yoxdur, amma o qədər deyil, konkurensiyada o qədər deyilmir. Azərbaycan sektorundakı riyaziyyat müəllimlərinin konkurensiyada daha güclüdürlər. Neçə illərdir Azərbaycanı xaricdə, olimpiyadalarda, necə deyim, təmsil edən şagirdlər və onları hazırlayan müəllimlər Azərbaycan sektorunun müəllimləridir. Və Azərbaycan sektorunun uşaqlarıdır. Ona görə də bu heç bir fərq eləmir. Məsələn, mən belə deyim, təcrübəmdə oldu. Bir şagird gəlib, valideyn soruşmuşdu ki, siz rus dilində riyaziyyat dərsi keçə bilirsiniz? Hə, keçə bilirəm. Amma heç vaxt keçməmişdim riyaziyyat. Yəni, rus dilində. Baxdım, gördüm, eyni nəşrdə, eyni sualdır. Hamısı şablon suallardır. Rus dilində də biraz bilirəm. Başladım şagirdə Azərbaycan dilində riyaziyyatı izah eləməyə. Şagird deyir ki, müəllim, mən indi başa düşdüm. Əslində bu mövzu beləymiş. Deyirəm, onda sən rus dilini yaxşı bilmirsən. Belə çıxır da. Amma orada şagirdə təbii ki, sualları rus dilində oxutdururdum. Rus dilində də həll elətdirirdim ki, çünki ona düşəndə sual rus dilində düşəcək praktik olaraq. Budur məsələ.